Salam əziz dostlar, hər kəs Böyük Pullar kanalına xoş gördük. Bugün sizlərə şəkil çəkərək internetdən pul qazanmağı öyrədəcəm. Əziz dostlar, bildiyiniz kimi Photostop deyilən saytlar var, başqa sözlə desək fotobanklar var. Biz şəkillər çəkəcəyik, bu fotobanklara yerləşdirəcəyik və hər hansı bir insanlar, şəxslər, firmalar da bizim bu şəkilləri alacaq. Təbii ki, bizim şəkillər satıldığı üçün biz pul qazanacaq. Bugün sizləri ən məşhur 2 Photostop saytı ilə tanış edəcəm. Və çox keyfiyyətli şəkilləri hardan tapacağımızın 3 yolu ilə sizi tanış edəcəm. Bunlardan birinci və ikinci yol bir balaca qəliz, çox da qəliz yox, bir balaca qəlizdir. Üçüncü yol isə çox sadə, böyükdən kiçiyə hər kəsin bacara biləcəyi bir yoldur. Və mən bu hər iki Photostopdan müəyyən qədər pul qazanmışam və onun da sübutunu sizə göstərəcəm. Video başlamazdan öncə əziz dostlar, onu deyim ki, sizə şəkillər çəkərkən çalışın insan şəkilləri çəkməyin. Çəkərkən böcək, heyvan, mənzərə, bu tipli əşyaların şəklini çəkin. Nəyə görə? Çünki insan şəkli çəkərkən həmin şəkli, həmin Photostop saytına yerləşdirəndə sayt sizdən həmin insanın kimliyi barədə məlumat istəyəcək və həmin insanın icazəsini bildirən bir kağız tələb edəcək. Orada saytlarda bu olur. Standart formada həmin insan həmin kağızı imzalamalıdır və s. Ona görə bunlarla başınızı çox yormamaq üçün, yəni uzun bir prosedurdur. Ondan sonra başqa şəkillər çəkə bilərsiniz. Belə, başlayaq. İki Photostop'umuzun birincisinin adı Shutterstock'dur, ikincisi isə Adobe Stock'dur. Əvvəlcə qeydiyyat prosesi barədə danışım. Daha sonra şəkilləri hardan əldə edəcəyimizin 3 yolu ilə sizi tanış edəcəm. Hər ikisinin qeydiyyat linkini aşağıda yerləşdirmişəm. Bu Shutterstock'dur. Aşağıda linki yerləşdirmişəm. Burada daxil olanda sign up var. Sign up tıklayırsınız. E-mailinizi yazırsınız. Məsləhət görürəm ki, Gmail'dən istifadə edəsiniz və şifrənizi yazırsınız. Continue vurub qeydiyyatdan keçirsiniz. Çox böyük ehtimalla bu göstərdiyiniz Gmail adresi məktub gələcək. Daxil olub öz akkauntunuzu oradan təsdiqləməlisiniz. Mən çoxdan qeydiyyatdan keçmişdim bu saytlarda. İnanmırdım belə bu qədər qazanclı olacaq. Ona görə məsləhət gördüm ki, sizlərlə tanış edim. Belə. Əgər sizi birbaşa Shutterstock'un ana səhifəsini açsa, qeydiyyatdan keçəndən sonra daxil olun burada. Burada Sell Your Content var aşağıda. For Your Business bölməsində Sell Your Content. Buranı tıklayırsınız. Sizi yönləndirir, belə deyim də, satıcı kimi Shutterstock'un səhifəsinə yönləndirir. Orada daxil olub daha sonra növbəti addımlar sizi növbəti bölmədə göstərəcəm. İkinci saytımız adı Adobe Stock'dur. Yəni dala qaydaq. İlk öncə sizə belə bir səhifə açacaq. Burada Create an Account var. Yəni yeni account yarat. Burada öz e-mail adresinizi qeyd edirsiniz. Məsləhət görürəm ki, Gmail'dən istifadə edirsiniz. Daha sonra first name adınızı, last name familiyanızı, password yəni şifrə seçirsiniz. Şifrə seçərkən əziz dostlar, məsləhət görürəm ki, böyük və kiçik hərflərdən və rəqəmlərdən də istifadə edirsiniz. Daha sonra burada doğum tarixinizi qeyd edirsiniz, ay, gün, il. Daha sonra burada sizin ölkənizi göstərəcək, hansı ölkədən daxil olmusunuz. Və əziz dostlar, bura quş qoyursunuz ki, məni yeni məlumatlar haqqında məlumatlandır. Və Create Account tıklayıb akkauntunuzu yaradırsınız. Burada da qeyddən keçəndən sonra öz e-mail akkauntunuza daxil olub akkauntunuzu təsdiqləyin. Bu da Shutterstock'un satıcı kimi olan səhifəsi. Belə, indi sizə əziz dostlar söz verdiyim kimi 3 dənə yolla tanış eləyəcəm ki, bizə lazım olan şəkilləri, istənilən mövzuda lazım olan şəkilləri hardan tapa bilərik, çox keyfiyyətli şəkilləri necə tapa bilərik. Birinci yol odur ki, əziz dostlar, siz özünüzün yüksək megapikselli telefonunuz və yaxud da ki, fotokameranız olmalıdır. İstədiyiniz şəkilləri çəkə bilmək üçün. Şəkilləri çəkərkən çalışın əlinizi çox titrətməyin, şəkillər dumanlı düşməli deyil. Çox keyfiyyətli düşməlidir. Çox belə dumanlı, zəif megapikselli şəkilləri bu Photostop'lar götürmür. Yəni özünüzü boş yerə yormayın. Şəkildə çəkərkən dostlar, trenddə olan mövzulardan istəyən, yəni özünüzün xoşunuza gəldiyi şeylər yox. Sadəcə trenddə olan mövzuları araşdırın, görün hansı şəkillər daha çox satılır və s. O tipli şəkillər çəkin. İkinci, belində fotokameranız yoxdursa problem deyil. İkinci, üçüncü metod sizin üçün ən uyğun olacaq. Üçüncü metod əziz olsa lap uyğun olacaq sizin üçün. İkinci metod nədir? İkinci metod odur ki, Google'dan hər hansı bir şəkil götürürsünüz. Bu Photoshop bilənlər üçündür. Daxil olursunuz Photoshop'a. Tutaq ki, hər hansı bir şəkil götürmüşük və fərz edək belə bir şir şəkil götürmüşük.
Google-da da şəkil axtaranda dostlar qarşısına yazın ki, tutaq ki, yazın, məsəl üçün mən şir götürmüşəm də, yazın Leon 4K, yəni 4K keyfiyyətində olsun ki, daha megapikseli böyük olsun və şəkil keyfiyyətli olsun. Keyfiyyətsiz şəkil dediyim kimi sayt götürmür. Photoshopda bu şəklin üzərində biraz oynaya bilərsiniz. Nə bilim, gəlin bunu güzgü effekti ilə biraz tərsinə çevirək. Sonra nə edək bunun üzərində? Biraz rəngini dəyişdirə bilərik belə, nə bilim, belə. Misal üçün göstərirəm. Bu özünüz necə istəsəniz edə bilərsiniz. Okey, şəkli biraz kəsə də bilərik. Dediyim kimi, bu üzərində biraz oynayırsınız. Tam başqa şəkildən tam bir başqa şəkli gətirirsiniz ki, güya bu şəkli siz çəkmisiniz. Mənim bu tipli şəkillərim var, hətta satılan da var. Üzərində biraz oynadığım şəkillər var ki, həqiqətən satılıb. Sayt elə qəbul edib ki, bu həqiqətən mənim çəkdiyim bir şəkildir. Belə bu tipli şəkillər, yəni Photoshopun üzərində oynayanda dostlar çox da effektli olmur. Bildim də 50-50-dir. Sadəcə yoxlamaq üçün elədim, gördüm yox. Həqiqətən işə yarayan bir metoddur. Yəni yüklədiyiniz şəkillərin artıq bir 90% qəbul olunmayacaq. Deyəcək ki, bu tipli şəkil artıq var. Sadəcə bu da bir yol olduğu üçün bunu da dedim sizə. Və sonuncu yol hansıdır? Sizə keyfiyyətli, hər kəsin bacara biləcək çox asan bir yoldur. Bunun üçün aşağıda link yerləşdirmişəm. Magic Action var. Bu browser əlavəsidir. Fərqi yoxdur. Hansı browserdən istifadə edirsinizsə, burada sizə uyğun browserlər var. Məsəl üçün Chrome var, Firefox var, Opera var. Bu nədir? Bu bildiyimdə bu instrument vasitəsilə biz YouTube-dan şəkilləri çıxardacağıq. İndi ətraflı bir-bir göstərib sizə başa salacağım. Tutaq ki, siz bildiyimdə Operadan istifadə edirsiniz. Daxil olursunuz Opera bölməsinə. Get it from Opera var. Buranı tıklayırsınız. Bu brauzeri daha doğrusu bu əlavəni öz brauzerinizə yükləyirsiniz. Belə bir ikon görünüşü var. İstənilən vaxt bunu yandırıb söndürə bilərsiniz. O sizin artıq öz biləcəyiniz işdir. Fərz edək ki, siz indi daxil olursunuz YouTube-a. Burada misal üçün yazırsınız Costa Rica 4K. Yəni Costa Rica'nın 4K videosunu axtarırsınız. Gəlin tıklayaq axtaraq. Aha, çıxdı Costa Rica 4K. Dedim ki, 4K yazırsınız ki, şəkilləriniz çox keyfiyyətli olsun. Yaxud ki, videolarınız, tapdığınız videolar çox keyfiyyətli olsun ki, oradan çıxan şəkillər də çox keyfiyyətli olsun. Daxil olaq Costa Rica'mıza. Gəlin buranı saxlayaq. Burada dostlar, daxil olandan sonra nə edirsiniz? Burada videonun ayarlar bölməsindən bunu ən maksimum piksel nədirsə, misal 2160-dır da, bunun üzərinə tıklayırsınız. Misal 1440-ı da götürür, amma siz ən yüksək hansısa onu götürün ki, yəni işinizi qaranti olsun da, şəkili qəbul edəsin Photoshop. Dediyim kimi, ən yüksəyini qoyursunuz. İndi mən qoymayacağım, çünki video çəkmək istəmirəm, video çox uzun alsın. Buradan aşağıda bölmə çıxacaq. Gördüyünüz kimi, bu əlavənin bölmələridir bu. Burada şəkil işarəsi var, fotoaparat işarəsi var daha doğrusu. Bunun üzərinə tıklayırsınız. Və gördüyünüz kimi, həmin hissədəki, yəni hansı hissədə saxlamışsınızsa, həmin hissədəki səhnənin şəklini sizə çıxardır. Bu quality-də, yəni keyfiyyətdə ən maksimum eləyin və save vurandan sonra şəkil artıq sizin kompüterinizə yüklənmiş olacaq. Belə, hesab edək ki, sizə uyğun olan bir şəkili axtardınız, tapdınız, seçdiniz, haradansa götürdünüz. Bunu artıq bağlaya bilərik, çünki bu artıq bizə lazım deyil. Daxil olaraq, indi Shutterstockda göstərim, daha sonra Adobe Stockda göstərəcəm sizə. Shutterstock, əziz dostlar, bizə icazə vermir ki, gəlirlərimiz barədə video çəkib göstərək, ona görə də bu bölməni mən gizləyəcəm. Belə məlumat üçün deyim ki, bir şəklin qiyməti haradasa $0.1 yəni 10 sentdən 3 dollar, 7 dollar, 100 dollara qədər satıla bilir. Bu stokların, yəni fotostokların müsbət cəhəti ondan ibarətdir ki, bir şəkliniz bir dəfə satılmır. Bir şəkliniz 1000 dəfə də satıla bilər, milyon dəfə də satıla bilər. Neçə dəfə satılırsa, həmin qədər, tutaq ki, 1 sentdən, 10 sentdən satılıb, 100 dəfə satılıbsa, bu artıq 10 dollar qazanmış olacaqsınız. Burada daxil olandan sonra Dabavit material bölməsi var. Bu Shutterstockda. Yəni bizim materialımızı burada daxil edirik. Dabavit material tıkladıq. Burada vыбрать несколько файлов. Bir neçə dənə şəkildə seçə bilərsiniz, bir dənə də seçə bilərsiniz. Gəlin ətraflı baxaq. Gəlin bu ilan şəklimizi seçək, открыть vuraq. Bu indi başlayır yüklənməyə bura. Bu prosedur gedə-gedə mən indi Adobe Stock'a da elə sizə başa salım ki, necə eləmək lazımdır burada. Ya da gözləyək əziz olsa. Gözləyək yüklənsin, çünki tez yüklənir deyəsən.
bəzən olur ki, biraz uzun çəkir. Bu şəkillər yükləndikdən sonra əziz dostlar, hardasa 1 həftə müddətində təsdiqlənmə olur. Bu ən uzağı 1 həftədir. 5 saatda da ola bilər, 10 dəqiqəyə də ola bilər, 1 həftəyə də ola bilər, nə bilim, 1 saatda da ola bilər. Yəni maks çox vaxt hallarda 5-10 dəqiqə şəkil yoxlanılır. Amma elə də olur ki, şəklin yoxlanışı 1 həftəyə kimi çəkə bilir. Aha, şəklimiz yükləndi artıq. Daha sonra Dali tıklayırıq. Yəni növbəti bölməyə gələk. Aha, burada şəklimizi seçirik biz. Tutaq ki, bu şəkli biz seçdik. Burada deyir bu fotodur, nə bilim, yoxsa illüstrasiya. İllüstrasiya nədir? O, belə deyim də, əllə çəkilən bir şəkillərdə, belə deyim sizə. Daha sonra burada fotonu seçdik. Burada kommersikini seçirik. Burada deyir şəklimizin adını yazmalıyıq. Gəlin adını yazmamışdan qabaq şəklimizin kateqoriyasını seçək. Tutaq ki, bu olsun birinci kateqoriya. 2 dənə kateqoriya seçə bilərsiniz. Mən də hələ ki birini seçim. İstəsəniz ikincini də seçə bilərsiniz. Bu da olsun təbiət. Təbiət seçdim və heyvanları seçdim. Və əziz dostlar, şəklimizə ad yazaq. Adı yazarkən əziz dostlar 5 dənə sözdən ibarət olmalıdır adımız. Və adı elə seçin ki, kimsə tutaq ki, əgər misal üçün ilan şəkli axtarırsa, təbii ki, bu şəkli tapsın. Gəlin, adını da ingilis dilində yazaq, translate-dən yazaq, nə yazaq? Şəklimizə bir əvvəldə diqqətlə baxaq ki, necə təsvir oluna bilər. Gəlin, bura yazaq. Əvvəlcə dili dəyişim ki, böleyim Azərbaycan dili. Yazaq meşədə çəmənlikdə sürünən qırmızı ilan. Aha, adı artıq 4 sözü keçdi. Kopirovka eləyək. İngiliscə kim bilirsə özü yaza bilər. Bilməyən mənim kimi translate-dən istifadə edə bilər. Daha sonra burada taglər var. Taglər nədir? Açar sözlərdir ki, kimsə sizin şəklinizi axtaranda, hər hansı bir bu tipli sözlər axtaranda sizin şəkillə çıxsın ora. Bunun hamısını da daxil edə bilərsiniz bura. Yəni bütün bu açar sözlər daxil. Nə qədər çox olsa o qədər yaxşıdır ki, sizin tapsınlar. İnsanlar sizin çəkdiyiniz şəkilləri daha tez tapsınlar. Sonra doполнительные ключевые slova var. Yəni ki, əlavə açar sözlər. Bu nədir? Bunu da göstərim sizə. Bunun üzərinə tıklayırsınız. Bu daha yaxşıdır sizin üçün. Yəni bura baxaq. Snake yazaq. Bax, gördüyünüz kimi artıq həmin tipli şəkli çoxları seçib. Onu tutaq ki, 3 dənəsini seçirsiniz. 3 dənəsini seçəndən sonra sizə bu 3 şəkil, yəni ki, ortaqda, yəni ki, oxşuyur sizin şəkillər bu şəkil. Seçəndən sonra bura açar sözlər verir, sizə ən uyğun olanlar. Onları da daxil eləyin siz öz belə deyim də açar sözlərinizə. Yəni, eləyə də bilərsiniz, eləməyə də bilərsiniz, bu artıq sizin öz işinizdir. Və yaxud da ki, özünüz də yaza bilərsiniz burada hər hansı bir açar söz. Və Primenit dilə buranı tıklayırsınız. Və bir müddətdən əziz dostlar, Atpravitə tıklayaq, yəni göndərək indi, yəni onu da izah edeyim sizə. Və gördüyünüz kimi əziz dostlar, burada düşdü ajidaniya, yəni ki, gözləmə rejiminə. Bir müddətdən sonra əgər şəklimiz bu proverina var, bura düşəcək, burada göstərəcək. Əgər şəklimiz qəbul olunubsa, təbii ki, yaşıl işarə olacaq. Qəbul olunmayıbsa, burada bir qırmızı X işarəsi olacaq və göstərəcək ki, aşağıda nəyə görə qəbul olunmayıb. Ola bilər ki, yazsın ki, şəklin keyfiyyəti zəifdir. Ola bilər şum var. Şum nədir? Şum, yəni şəkil bulanlıq düşəndə şum olur. Rənglər qarışır bir-birinə. Yaxınlaşdıranda çox vaxt olur bu. Yəni şəkil nəyə görə qəbul olunmayıb? Ətraflı izah olunur. Yəni siz bu tipli şəkillər yükləyərək, daha doğrusu gün ərzində 5 dənə, 10 dənə şəkillər yükləyərək artıq ilk əvvəl yüklədiyiniz şəkillər təbii ki, təcrübəniz əgər yoxdursa, yüklədiyiniz 10 şəkildən cəmi 1-2-si qəbul olunacaq ya olunmayacaq və siz getdikcə şəkillər yüklədikcə artıq hansı şəkillərin qəbul olduğunu, nə tipli şəkillərin qəbul olunduğunu daha dəqiq görəcəksiniz ki, necə tipli şəkillər çəksəm qəbul olunar, hansı keyfiyyətdə çəksəm qəbul olunar və təcrübəniz artdıqca daha yaxşı şəkillər çəkəcəksiniz və təbii ki, daha çox qəbul olunacaq. Aha, indi daxil olaq Adobe Stock'a. Gördüyünüz kimi Adobe Stock'da mənim artıq $8.38 var.
Burada 25 dollar olanda pulu çəkmək olur. Pulu çəkmək barəsində deyim ki, əziz dostlar, pulu Shutterstockda PayPal və Skrill-lə çəkmək olur. Təbii ki, Skrill-lə çox rahat şəkildə Azərbaycanda işləyir, çəkə bilərsiniz. Adobe Stockda isə səhv eləmirəmsə Pioneer var, bir də Skrill özü də olmalıdır. Yəni dəqiq bilmirəm, hələ ki pulu çəkməmişəm. Pulları da çəkən kimi mütləq necə çəkdiyim barədə ətraflı video çəkib yerləşdirəcəm ki, sizə də aydın olsun. Aha, dediyim kimi burada daxil olursunuz əsas akkauntunuza. Gördüyünüz kimi, bax mən sizə bayaq dediyim şəkil bu şəkildir. Bu şəkili mən Google-dan tapmışdım. Bunu çevirdim, fırladım, ora-bura bir üzərində işlədim, yüklədim. 2 dəfə satılıb bu şəklim. Bu şəklim 2 dəfə satılıb. Nə bilim, burada bir şəklim var. Bu şəkil 8 dəfə satılıb. Gördüyünüz kimi bir şəkil bir neçə dəfə satıla bilir. Başqa bir şəkil var burada 2 dəfə satılıb. Bu iki şəkli, birinci və üçüncü şəkli YouTube-dan götürmüşəm. Amma bu ikinci şəkli isə bu şir şəklini isə mən Google-dan götürmüşəm. Aha, indi bunu da izah edeyim sizə. Upload tıklayırıq. Yəni yüklə. Buranı tıklayırıq. Aha, əziz dostlar, mən daxil olum. Çıxmışdım öz akkauntumdan. Bir də daxil olum. Aha, buranı bağlayaq. Bu heç. Upload bıraq. Buranı tıklayaq. Bu göy işarəni tıklayırsınız. İlan şəklimizi seçək buranı. Və biraz gözləyək bu yüklənsin. Belə əziz dostlar, artıq şəkil yükləndi. Şəkili seçirik təbii ki. Burada şəklin bayaq dediyim kimi foto və yaxud da ki illüstrasiya falan olduğunu seçirik. Fotodur bu. Kateqoriyanı seçirik. Kateqoriya özü də verir çox vaxt. İndi animas verdi. Daha sonra deyir ki ingilisində yazın. Deyir burada insan şəkli varmı? Təbii ki deyirik yox. Bayaqki adı burada yazaq. Bayaq nə yazmışdıq? Bunu deyirik kopirovka eləyək. Gətirək ataq bura. Ustavit. Burada açar sözləri özləri verir. Təbii ki biz silib özümüz də yaza bilərik. Bunlar yükləndi. Bunda submit save work var. Save work tıklayırıq. Save work'dan sonra submit bir fayl vururuq. Yəni burada bir dənə fayldır. Submit tıklayırıq yenidən. Və şəkil artıq göndərildi yoxlanmağa. Yoxlanandan sonra əziz dostlar, əgər qəbul olunsa, gəlib keçəcək bizim fotostokumuza və şəkil artıq fotostoklarda olacaq. Kimsə girib alsa, təbii ki biz pul qazanacağıq. Yəni daxil olun, mən öz akkauntuma sizə bir daha göstərim ki, həqiqətən buradan mən qazanmışam. Gördüyünüz kimi, əziz dostlar, çoxlu şəkillər yükləmişəm. Onu da dediyim kimi, nə qədər çox şəkil yükləsəniz, şəkilləriniz bir o qədər tez satılır. Bu nəyə görə belədir bilmirəm. Yəqin ki, sayı çox olduğu üçün daha çox insanlar tərəfindən aşkar olunur. Belə, dediyim kimi, əziz dostlar, bu fotostoklardan da pul çəkən kimi ətraflı video çəkəcəm. Pulu necə çıxartmaq olar və sizə göstərəcəm. Nəsə, sualınız olsa, qaranlıq məqam olsa, kommentariyada yazın, əziz dostlar. Yeni videolardan da xəbərdar olmaq üçün kanalımıza da abunə olmağı unutmayaq. Belə, video baxdığınız üçün bir daha ikisi təşəkkürlər. Sağ olun.